Deməli, bugünkü dərsimiz törəmənin həndəsi mənası, toxunanın tənliyi olacaq. Artıq törəmə dərsindən bildiyimiz qaydaları biz burada istifadə eləyəcəyik. Yeni bilməli olduğumuz qayda odur ki, bizim toxunanın tənliyi var və həmin toxunanın tənliyi fx topla f törəmə x0 vurulsun x0. Bu qaydadan hardasa 50% misallarda istifadə eləyəcəyik. Tez-tez blok imtahanlarına düşür bu tip suallar. Və daha sonra bizim fx-imizin törəməsi bərabərdir. Absiz oxunun müsbət istiqaməti ilə əmələ gətirən tangens alfaya və o da bərabərdir bucaq əmsalına k. Bunu da biz funksiyalar dərsindən giriş vermişdik. Bucaq əmsalı tangens alfaya bərabərdir və bunun törəməsi. İndi biz başlayırıq misalları həll etməyə və başlamamışdan öncə bu qaydanı da deyim ki, absiz oxu x oxudur. Ordinal oxu y oxudur. Absiz oxuna paralel demək o deməkdir ki, ya belə, ya belə. Fərqi yoxdur. K sıfıra bərabərdir. Deməli, nə edəcəm? Törəməni tapacağam və sıfıra bərabər eləyəcəm. Daha sonra absis ilə kəsişmə deyəndə y-ə 0 deyirik. Ordinal oxu ilə kəsişmə deyəndə x-a 0 deyirik. Bu qaydalardan istifadə edib və törəmənin qaydalarından istifadə edib birinci bölmədə istifadə olunan qaydalardan. Bu bölmənin suallarını başlayaq işləməyə. Birinci sual. Y bərabərdir x kvadratı topla 7x funksiyasının qrafikinə absisi x0 bərabərdir -4 olan nöqtədə çəkilən toxunanın bucaq əmsalını tapın. Bucaq əmsalı k idi və o da bilirik ki, bizə y-in törəməsinə, yəni fx-in törəməsinə bərabər idi. Deməli, biz bu funksiyasının törəməsini tapıb, gətirib yerinə -4 qoyacaq. 2x topla 7 eləyir bunun törəməsi. Gətirib yerinə -4 qoyuruq. Cavab eləyəcək -1. B variantı. İkinci sual. Yenə toxunanın bucaq əmsalını soruşur. Deməli, biz törəməni tapıb k-ya bərabər eləyəcəyik. Yəni, biz bu funksiyanın törəməsini tapacaq. Eləyəcək 2x topla 4. Və gətirib x0 bərabər 2 olan nöqtədə yerinə qoymalıyıq. Deməli, gətirib yerinə 2 qoyacaq. Və bu da eləyəcək cavab 8. C variantı. Üçüncü sual. Üçüncü sual. Absisi x0 olan nöqtədə y bərabərdir 3x kvadratı çıx 12x topla 7 parabolasına çəkilən toxunan absis oxuna paraleldir. Absis oxuna paraleldirsə biz dedik ki k sıfıra bərabərdir. K isə bu funksiyanın törəməsinə və tangens alfasına bərabərdir. Deməli biz burada törəməni tapıb sıfıra bərabər eləyirik. Eləyir 6x sıx 12 bərabərdir 0-a. 6x bərabərdir 12-yə. X də bərabərdir 2-yə. Deməli, cavab oldu D variantı. Yenə bizdən absiz oxuna paraleldir dediyinə görə biz k-nı 0-a bərabər eləyirik bucaq əmsalın və bu funksiyanın törəməsini tapıb 0-a bərabər eləyirik. 4x bərabərdir 6-ya, x də bərabərdir 1,5-ə. Yəni 3 bölü 2-yə. 2 ixtisar getdi. Gəldik 5-ci suala. Dediyimiz o tip suallar toxunanın tənliyi. Çox vacib düsturdur toxunanın tənliyi. Deməli, y bərabərdir funksiyanın özü, üzərinə gəl. Funksiyanın törəməsindəki qiymət, özündə aldığı qiymət, törəməsində aldığı qiymət vurulsun x minus x0. Deməli, mənim funksiyam
Y bərabərdir mənfi 3 altı x-i. X sıfırım da 9-dur. Deyir toxunanın tənliyini tap. Birinci neynirəm? Özündə yerinə qiymət qoyuram. Bu özü mənfi 3 altı x-dır. Gətirirəm yerinə 9 qoyuram. Və buradan 3 çıxır. Qabağındakı mənfi də olur, mənfi 3. Daha sonra törəməsindəki qiyməti tapıram. Mənfi kök x-in törəməsi eləyir. Mənfi 1 böl 2 kök altı x. Gətirib yerinə bu dəfə törəməsində 9 qoyuram. Düsturu və törəməni əzbər biləndən sonra bu çox rahat bölmədir şagirdlər üçün. İndi gətirirəm, yazıram funksiyamı. Deməli, mənfi 3 topla, mənfi altda 1, bu da mənfi müsbətə dəyər olur, çıx altda 1, vurulsun. X çıxılsın neçə? X sıfırım 9-dur. Bərabərdir. Mənfi 3 minus altda 1 x, mənfi 9-u mənfi altda 1-ə vuranda, mənfini mənfiyə vuranda müsbət eləyir. 9-dan 6 ixtisa gedir 3-ə, qalır 3 böl 2. Və biz buradan mənfi altda 1 x, x-in əmsalı, yəni qabağa yazırıq. Mənfi 3-ün üzərinə 2-də 3 gələrkən biz ortaq məxəz gətirib cavabı mənfi 3 bölü 2 tapırıq. Yəni D variantı. 6-cı sual. Yenə toxunanın tənliyi yazın deyir. Hər dəfə əlimiz öyrəşsin deyə, sizin yəni əliniz öyrəşsin deyə bu düsturu mütləq yazmaq lazımdır. Bir dəfə özündə yerinə qoyuram. Bir dəfə törəməsində yerinə qoyuram. Daha sonra vurulsun x sıx x sıfır. Yenə mənə funksiyanı özün verib. Qoyuram özündə yerinə. 2. Deməli, bura 2 yazacağam. 2 üstə gəl. Bir dəfə törəməsində yerinə qoyuram. Törəməsində. Kök x-in törəməsi nədir? 1 böl kök x. Gətirib yerinə 4 qoyuram. 4-dən də 2 çıxır. Və elədi 4-də 1. Topla 4-də 1 vurulsun. X çıxılsın x sıfırın neçədir? 4. 2 topla 4-də 1 x çıx 1. Vurub açıram. 2-dən deməli 4-də 1 x qabaqda yazıram. Əvvəlcədən 4-də 1 x plus 1. Cavab oldu C variantı. Həmin bu toxunan tənliyi də belə oldu. 7-ci sual. Yenə mənim funksiyamı verib və toxunanın tənliyini yazmağımı istəyir. Toxunanın tənliyini bir daha yazıram. Funksiyanın özündə aldığı qiymət, funksiyanın törəməsində aldığı qiymət vurulsun x çıx x sıfır. Deməli, bir dəfə x sıfır bərabər 0 verib. Bir dəfə özündə qoyuram yerinə. Yəni bu fx burada qoyuram yerinə. Sıfırın kvadratı çıx 4 vur 0 topla 5. 0 minus 0 topla 5, bu elədi müsbət 5. Daha sonra törəməsində yerinə qoyuram. Bunu belə yazaq. Bunun törəməsi. Deməli, bu ifadanın törəməsi nəyə bərabərdir? 2x minus 4-ə. 0 gətirib burada yerinə qoyuram. Elədi mənfi 4. Deməli, gətirib bu aldığım ədədləri yerinə qoyuram. Y bərabərdir 5 çıx 4 vur. X çıx x 0. X 0 nəyə bərabərdir? 0-a. Deməli, cavab oldu 5 minus 4x. Yəni, mənfi 4x topla 5 və yaxud da. Cavab oldu C variantı. Toplanan yerin dəyişəndə cəm dəyişir. Həm də bu kx topla 5 şəklində yazılır da. Ona görə x-in əmsalı, x-li ifadə həmişə birinci gəlir. 8-ci sualda eyni tip sualdır. Və siz buna fikir verməlisiniz ki, x sıfırdırsa deməli bu o y ilə kəsişib. Yəni qabaqda belə bir sual var. İndən sizə deyim onu. Deməli bu o y ilə kəsişib ki, x 0 olub. Bir dəfə özündə qoyuram yerinə. Bir dəfə törəməsində qoyuram yerinə. 2x minus 2 olur bunun törəməsi. 2 vur 0 sıx 2 elədim mənfi 2. Artıq yenə ifadəmi yazıram.
Sonuncu dəfədə belə yazdım. Deməli, fx-də aldığı qiymət 2. Burada aldığı qiymət mənfi 2 vur. X minus x 0. Yəni x minus 0. Cavab oldu 2 çıxılsın 2x və yaxud da mənfi 2x topla 2. C variantı. Gəldik 9-cu suala. Fx bərabərdir x kubu çıx 3x kvadratı topla x funksiyasının qrafikinə absisi x0 bərabər 2 olan nöqtədə çəkilmiş toxunan absis oxunun müsbət istiqamətlə əməliyyat edib uzağı tapın. Mən bayaq videoda qayda izahı edərkən dedim ki, həmin bu bizim tapdığımız funksiyanın törəməsi həm bucaq həm salına, həm də absis oxunun, toxunanın absis oxunun müsbət istiqamətlə əmələ gətirdiyi bucağın tangensinə bərabərdir. Nəyinə bərabərdir? Tangensinə. Deməli, bunun törəməsini tapıram, yerinə 2 qoyuram, tangens alfaya bərabər eləyirəm. Bunun törəməsini tapın bu ifadənin, törəməsini tapıram. Və tangens alfaya bərabər eləyirəm. 3x kvadratı çıx 6x topla 1 bərabərdir tangens alfaya. Gətirib x0-ın yerinə 2 qoyuram. Şərtdə 2 verib. 3 vurulsun 2-nin kvadratı minus 6 vur 2 topla 1. Bu elədi 12. Bu da elədi 12. 12-dən 12 çıxanda 0 eləyir. 0-ın üzərinə 1 gələndə 1 eləyir. Tangens alfa 1-ə bərabərsə deməli alfamız 45 dərəcə imiş. 45 dərəcə və yaxud pi bölü 4. Cavab B variantı. 10-cu sual. Yenə eyni tip sualdır. Bu dəfə absisokun 60 dərəcə bucaq əmələ gətirər deyir. Bu funksiyanın törəməsini tapaq. Bunun törəməsi eləcək 2 gələcək qabağa. Ax minus 2 kök 3 bərabərdir. Tangens 60-a. Çünki dediyim kimi törəmə nəyə bərabərdir? Tangens alfaya və yaxud da bucaq əmsalına. Burada ikilər getdi. Kök 3 ax minus 2 kök 3 bərabərdir. Tangens alfada kök 3 qiymət alır. Bu mənfi 2 kök 3 atıram sağa. Kök 3 və x0-ı da 3 verib bizə. Gətir burada 3 qoyuram. Eləyir 3 kök 3 a bərabərdir 3 kök 3-ə. Bu mənfi 2 kök 3-ü sağa atdım. Hər tərəf 3 kök 3-ə böləndə a bərabər olur 1-ə. Burada 1 qalır. Deməli, a-nın bir qiymətində bizim bu ifadəmiz doğru olar. 11-ci sualda eyni tip sualdır. Yəni mənə bu funksiyanın törəməsini tapmalıyam və tangens alfaya bərabər etməliyəm. Bunun törəməsi, bu funksiyanın törəməsi bərabərdir tangens alfaya. 2 gəlir qabağa olur mənfi 6x. Topla. Kök x-in törəməsi 1 bölünsün 2 kök x-dir. İçinin törəməsinə vururam. X-in törəməsi də 1 eləyir. Topla. Ln x-in törəməsi 1 bölü x-dir. 1 bölü x. İçinin törəməsinə vururam. X-in törəməsi elə 1 eləyir. Olduğu kimi ona görə qalır. Bərabər edirəm tangens alfaya. Və mənə x0 2 verib. Gətirirəm harda x görürəmsə yerinə 2 qoyuram. Topla. Bu 2-lər gedir. 2 qoyuram. 1 eləyir bu. Topla. Burada 2 qoyuram. 1 eləyir. Yəni 12. Bərabər tangens alfaya. Mənfi 12 topla 1. Topla 12 bərabər tangens alfaya. Mənfi 12 ilə müsbət 12 sıfıra gedir. Tangens alfa 1-i alır 45 dərəcədə. C variantı. 12-ci sual.
fx funksiyasının qrafikinə A1, A2 və A3 nöqtəsində toxunan düz xətlərin bucaq əmsalları uyğun olaraq K1, K2 və K3 olarsa, bu toxunanlar məsələn A1-ə K1, A2-yə K2, A3-ə K3 gedir. Düz xəttlə bucaq əmsallarını müqayisə edin. Biz bilirik ki, tangens alfa həmin bu toxunanın əmələ gətirdiyi, absisok ilə əmələ gətirdiyi müsbət istiqamətdə olan bucağın əmsalıdır. Yəni tangens alfadır. Yəni həmin bizim bu funksiyanın törəməsi həm bucaq əmsalına, həm də həmin müsbət istiqamətli, absisok müsbət istiqamətli əmələ gətirdiyi bucağın tangensinə bərabərdir. Deməli, tangens də həmişə artan funksiya olduğu üçün həmişə artan. Dərəcəsi böyük olan. Həminin bucaq əmsal daha böyük olacaq. Məsələn, mən orada qarışıq göstərib, indi mən sizə təbii ki, burada toxunan deyir. Tutalım. Buna buradan toxunub. Bax belə. Buna da buradan toxunub. Bu alfa 1 olsun, bu alfa 2. Gördüyümüz kimi alfa 2 alfa 1-dən böyükdür. Deməli, K2 də K1-dən böyükdür. Bu qayda əsaslanaraq biz burada deyə bilərik ki, K3-ümüz ən kiçikdir. Daha sonra K1 və ən böyüsü də K2. D variantı. 13-cü sualda toxunanın tənliyini deyir. Toxunanın tənliyi bərabərdir. Funksiyanın özündə aldığı qiymət, funksiyanın törəməsində aldığı qiymət vurulsun x minus x0. Funksiyanın özündə qoyuram. Ordinat oxu ilə kəsişmə deyir. Ordinat oxu ilə kəsişmə deyirsə, deməli x 0-a bərabərdir. Fx-in aldığı qiymət. Bu elədir müsbət 5. Daha sonra törəməsində aldığı qiymət. Mənfi 2. Gətirib yerinə qoyuruq. 5 minus 2 vurulsun. X çıx x0. X0 da 0 aldığına görə bu 0 olur. 5 çıxılsın 2x və yaxud da cavab mənfi 2x topla 5 ola bilər. Dediyimiz kimi kx topla b-yə görə. Bəli, cavab oldu B variantı. 14-cü sual. Fx bərabərdir 8x kubu minus 1 funksiyasının qrafikinə absis oxu ilə kəsişmə. Yenə video izahında, qayda izahında həmin bu videoya başlamamışdan əvvəl qeyd etdim ki, absis oxuna kəsişərsən isə y0-dır. Absis oxu ilə kəsişəndə y0-dır. Deməli, mən bunu 0-a bərabər eləyirəm. 8x kubu minus bərabər olur 1-ə, x kubu bərabərdir 8-ə 1-ə, x də bərabər olur 2-də 1-ə. Deməli, x0 neçə oldu bizim x0-ımız? 2-də 1. İndi gəlirəm bu funksiyanın bir dəfə özündə yerinə qoyuram. Toxunan tənliyin deyir. Daha sonra törəməsində qoyuram yerinə. Deməli, özündə qoysaq 8x kubu minus 1. 8 vurulsun 2-də 1-in kubu elədi 8-də 1 minus 1. O elədi 1-dən 1 çıxanda 0. Törəməsində yazıram. Bu 3 gəlir qabağa 3 vur 8 olur 24. Üstdən də 1 çıxılır. 24x kvadratı. Və gətirirəm 2-də 1-in kvadratı edir 4-də 1. Cavab edə 6. Və yerinə qoysaq, yenə toxunan tənliyin bir daha yazırıq. Vurulsun x minus x0. Bərabərdir. Fx-də 0 aldı. Oldu 0 üstə gəl 6 vurulsun. X minus x0 neçə tapmışdıq? 2-də 1. Deməli cavabımız oldu 6x minus 3. 6-nı 2-də 1-ə vuranda 6 ilə 2 gedir, qalır 3. 6x minus 3 cavab oldu Y variantı. 15-ci sualda bu topluluğun ilk suallarında olduğu tiplə eynidir. O x oxuna paralel deyirsə, yəni apsis oxuna paralel deməkdir. Apsis oxuna paralel deyərkən k 0-a bərabərdir. Deməli biz bu gördüyümüz funksiyanın törəməsini tapıb 0-a bərabər eləyirik. X 3 üstə 1-ə vurulur, qalır 1, olur x kvadratı topla
2 2-yə vurulur, yenə olur 1 və üstdən 1 çıxırıq, qalır x, minus 2 bərabərdir 0-a. Toxunma nöqtənin apsislərin cəmi. Biz bilirik ki, kvadrat tənin 2 kökü var. X1 və x2. Və bunların cəmini deyir. Yəni apsislər bizim x-lərimizdir. Və kvadrat tənlikdə əgər əmsal kvadratik x-in əmsalı 1-ə bərabərdirsə, 1-ə bərabərdirsə, deməli bu v termidir. Və v terminə biz bilirik ki, köklər cəmi mənfi p-yə, yəni b-nin əmsalının əksinə bərabərdir. Köklər hasili isə p-yə bərabərdir. Yəni üçüncü sərbəst həddə bərabərdir və bizdən burada apsislərin cəmi dediyinə görə x1 toplu x2 nəyə bərabərdir? Müsbət 1 yox, mənfi 1-ə. V terminə görə. 16-cı sual. Deməli, o x oxuna paralel dediyimə görə biz yenə k-yı sıfıra bərabər edirik. K sıfır, yəni bu funksiyanın törəməsini tapırıq və bu funksiyanın törəməsi həm k-ya bərabərdir, həm də tangens alfaya bərabərdir və biz burada k ilə işləyirik. Oldu 4x-in kubu minus 32 bərabərdir 0-a. 4x kubu bərabərdir 32-yə, x-in kubu bərabərdir 8-ə və x bərabərdir 2-yə. Toxunma nöqtəsinin apsisini tapın, cavab elədi 2. 17-ci sual. Yenə gördüyümüz funksiya apsis oxuna paraleldir deyir. Apsis oxu x oxuydu və x oxuna paralel deyərkən deməli bizim bucaq əmsalımız 0-a bərabərdir. Və yenə biz bu funksiyanın törəməsini tapırıq, 0-a bərabər edirik. Bu funksiyanın törəməsini tapıb 0-a bərabər edirik. Mənfi 1, sabitin törəməsi 0-dır. Topla, elinin törəməsi 1 bölü x-dir. Və içinin törəməsi nə vururuq həmişə? İçinin törəməsi, x-in törəməsi 1-dir deyə, elə olduğu kimi qalır bu. Mənfi 1-i atdım sağa, oldu müsbət 1. 3 bölünsün x topla 2 bərabərdir müsbət 1-ə. Çarpaz vursaq 3 bərabərdir x topla 2-yə və x bərabərdir 1-ə. Cavab oldu Y variantı. 18-ci sual. 18-ci sualda 17-ci sualla eyni tip sualdır və yenə bizə deyir ki, bu gördüyümüz funksiya x topla 4 minus 5 eləyən x topla 5 funksiyası qrafikin toxunan düz xətt apsisokuna paraleldir. Yenə bu funksiyanın biz törəməsini tapırıq, sıfıra bərabər eləyirik. Çünki bucaq əmsalı k-dır və k-nı bizə 0 verib. Bir və sabitin törəməsi 0-dır. Minus 5 bölünsün 1 bölü x daxı elən x-in törəməsi. Bərabərdir 0-a. Bunu atdıq bura. 5 böl x topla 5 bərabərdir 1-ə. X topla 5 bərabərdir 5-ə. Və burada da x bərabərdir 0-a. 19-cu sual. A-nın hansı qiymətində fx bərabər kök altında 3x kubu çıxılsın ax kvadratı topla 5 funksiyasının qrafikinə x0 bərabərdir kök üst nöqtəsində çəkilmiş toxunan apsis oxu ilə 120 dərəcə bucaq əmələ gətirir. Deməli, biz yenə deyirik, həmin bu funksiyanın törəməsi bərabərdir bucaq əmsalına və bərabərdir nəyə? Tangens alfaya. Bu dəfə tangens alfanı verib bizə. Deməli, biz bu funksiyanın törəməsini tapıb x0 yenə kök üst qoyub nəyə bərabər eləyəcəyik? Tangens 120-yə. Bölməsini tapırıq və tangens 120 dərəcəyə bərabər eləyirik.
3 gəlir qabaq olur. 3 kök 3 x kvadratı minus 2ax bərabərdir. Tangens 120 dərəcə buranı çəkək. İkinci rübə düşür. İkinci rübə düşür. Və tangens bilirik ki, 1 və 3-də müsbət alır. 2 və 4-də mənfi alır. Deməli, bu olur mənfi tangens 60 dərəcə. Ad dəyişməyə görə 120 topla 60. Əgər 180 və 360 olanda ad dəyişmir, 90 və 270 olanda ad dəyişirdi. Deməli, mənfi tangens 60-a bərabərdir. X0-ını da yenə gətirib burada kök 3 qoysam, eləyəcək kök 3-ün kvadratı eləyəcək 3 minus 2a vur kök 3 bərabər. Tangens, mənfi tangens alfa eləyəcək mənfi kök altında 3. Bu yədir 9 kök 3. Və biz bu mənfi kök 3-ü atırıq bura. Olur 10 kök 3. Bərabərdir. Bunu da atırıq sağa. Olacaq 2a kök 3. Kök 3'lər getdi. 10 bərabər oldu 2a'ya və a da buradan bərabər oldu 5'ə. 19-cu sualda cavabımız 5. 20-ci sualda bununla eyni tip sualdır. Yenə biz bu verilən funksiyanın törəməsini tapırıq. Bərabər eləyirik tangens 135 dərəcəyə. Və tangens 135 ikinci rübə düşdüyünə görə deməli bu bərabər olacaq mənfi tangens 45 dərəcəyə. 8 gəlir qabağa olur 8x üstü 7 topla. Burada 2 gəlir qabağa olur 4ax minus x-in törəməsi 1-dir vurulur. Eləyir 5a bərabərdir mənfi tangens 45 dərəcəyə. Bizə də x0 1 verib, gətirib yerinə qoyuruq. 8 topla 4a minus 5a bərabər. Tangens 45-də 1 alır, mənfisində isə olacaq mənfi 1. 4a-dan 5a çıxırıq eləyir. 8 minus a bərabərdir mənfi 1-ə. Mənfi anı atırıq sağa, mənfi 1-i atırıq sola və işarələr dəyişir. 8 topla 1 bərabərdir a-ya, a da bərabər olacaq 9-a. Cavab olduğu C variantı. 21. Bu çox qəşəng sualdır. Bu sualı 21-ə qədər hamısı eyni tip sual idi. Bu biraz fərqlidir və çox asan sualdır bu da. Yəni bayaqçılarla eynidir. Deyir y bərabər x kvadratı minus 2 kök 3 bölü 3 funksiyasının qrafikinə çəkilmiş toxla apsisoxunun müsbət istiqamətli əmələ gətirdiyi alfa bucağının kosinusu kök 2 bölü 2-dir. Kosinusu, kosinusu kök 2 bölü 2-dir. Kosinus alfa kök 2 bölü 2-dirsə, alfa nə zaman kök 2 bölü 2 alır kosinusu? 45 dərəcə olanda. Deməli, yenə mən bunun törəməsini tapacağam. Tangens alfaya bərabər eləyəcəm. Yəni, tangens 45 dərəcəyə. X kvadratının törəməsi olacaq 2x. Bunun törəməsi, sabitin törəməsi 0-dır. Bərabərdir. Tangens 45-də 1 alır. X də bərabərdir 2-də 1. Bu vaxt ikən bu sual blok imtahanına düşüb. Yadında qalanların içindən deyirəm. 22-ci sual. Hamısı eyni tip suallardır. Yenə y bərabərdir kök 3 x kvadratı topla 2. Funksiyasının qrafikinə çəkilmiş toxunan apsisoxunun müsbət istiqamətlə əmələ gətirdiyi bucağın sinusu kök 3 bölü 2-dir. Sinus kök 3 bölü 2-ni alır 60 dərəcə. Deməli, alfa 60 dərəcə imiş. Və mən bu funksiyanın törəməsini tapıram, bərabər edirəm nəyə? Tangens alfaya. İki gələcək qabağı olacaq. 2 kök 3 x bərabərdir. Tangens 60-da alır. Kök 3. Hər tərəf kök 3-ə bölsək, burada qalacaq 1. 2x bərabərdir 1-ə. X-ə bərabər olacaq 2-də 1-ə. Yəni Y variantı. Yenə 23-cü sualda eyni tip sualdır.
Deyir parabolasının hansı nöqtədə çəkilmiş toxunan apsis oxunun istiqaməti ilə 45 dərəcəli bucaq əmələ gətirir. Törəməsini tapıram. Bərabər eləm tangens 45-əm. 2x topla 2 bərabərdir 1-ə. 2x bərabərdir mənfi 1-ə. 2-ni atıram sağa. X-ə bərabərdir mənfi 2-də 1. Gətirib mənfi 2-də 1 yerinə qoyuram. Y-i tapmaq üçün. Mənfi 2-də 1-in kvadratı topla. 2 vur mənfi 2-də 1 topla 7 böl 4. Olacaq mənfi 4-də 1 minus 1 plus 7 böl 4 olacaq mənfi 1 tam 4-də 1. Bu da olacaq topla 1 topla 4'də 3 və burada birlər gedəcək. Bir dəqiqə. Mənfi 2-də 1-in kvadratı müsbət 4-də 1 eləyir. 4-də 1-in üzərinə 4-də 7 gələndə eləyir 4-də 8, yəni 2. 2-dən də 1 çıxanda eləyir 1. Deməli, x olacaq mənfi 2-də 1, y olacaq 1. Cavab oldu A variantı. İndi keçək 24-cü suala. Artıq bir dəqiqə vaxtımız qalıb. Yeni rekordda, yeni videomda, yeni rekordda çəkib atacağım. Fx funksiyasının qrafikini apsisi x0 bərabərdir 5 olan nöqtədə çəkilmiş toxunanın tənliyi y bərabərdir 7x minus 3-dür. Və deyir bizə f5 ilə f törəmə 5-in cəmin hesablayın deyir. Birinci biz gəlib burada f5-i tapsaq, y bərabərdir 7 vurulsun 5 minus 3 eləyəcək 32. F törəmə F törəmə 5 isə bərabərdir. Biz bilirik ki, k-ya bumbuzaq əmsalına. Bumbuzaq əmsalı nəyə bərabərdir? Bu toxunan buzaq əmsalı nəyə bərabərdir? 7-yə. Kx topla b-dir. 7-yə bərabərdir. Deməli, 7 bərabər olacaq nəyə? Elə F törəmə 5-ə. 7 burada, 32 də burada. Bunların cəmini istəyir. Cavab elədi 39. E variantı.